Salam, hər vaxtınız xeyir olsun. Deməli, gördüyünüz 6.75-40 metrlik göz və basketbolda 3 xal var. Yalnız bir xal verirlər, zərbə hər uğurlu atış 1 xaldır. İkincisi 2 xal. 6.75 görsün daxilindən. Hətta görsün xətti belə daxil olmaqla, əgər görsün daxilindən topu səbətə atırsansa, bu 2 xal. Ancaq görsün xaricindən topu səbətə atırsansa, bu zaman 3 xal verilir. Təsəvvür mən buradayam, səbətə atıram və top səbətdən keçsə 3 xal. Və burada diqqət yetirməli olduğumuz bir məqam var. O məqam ki, əgər görsün daxilindən topu səbətə atıramsa, top səbətdən keçərsə 2 xal öz yerində. Əgər bu zaman topu səbətə attığım zaman mənim əlimə qarşı gol olsaydı, bu zaman bunun da bir cəriməsi var ki, 2 xal top səbətə düşdüyünə görə bir isə cərimə atışı qazanıram. Bu qaydada. Əgər yox, mən görsün xaricindəyəmsə, bu zaman topu səbətə atıramsa, xaricindəyəm, buradayam, yəni nə xətti üstündəyəm, nə daxilindəyəm, xaricindəyəmsə, topu səbətə ataramsa, bu 3 xal öz yerində. Bu zaman mənə qarşı, tutaq ki, bir foul, mən atlanan zaman, topu atan zaman mənə qarşı təmas oldusa, bu zaman yenə əlavə bir cərimə atışı verilir. İstənilən halda, istər daxilindən, istər xaricindən topu səbətə atıramsa, xal keçərlidir. Burada 2 xal, burada 3 xal, yəni daxilində 2 xal, xaricində 3 xal və mənim bir cərimə atışım verilir. Əgər yox, top səbətə düşməyibsə daxilindən, foul olubsa, düşməyibsə mənə niyə xal verilsin və bunun cəzası 2 cərimə atışıdır. Yox, əgər xaricindən topu attın, top səbətdən düşmədi və bu zaman təmas oldusa, neçə xalım var idi? 3 xal düşmədi, 3 xallıq haqqım əlimdən aldı deyənə 3 cərimə atışı verilir. Yəni, görsün daxilindən top səbətə düşməsə, bu zaman mənə xal verilmir, düşməyib. Niyə mənə xal verilsin? Sadəcə mənə 2 cərimə atışı verilir və mən 2 cərimə atışın o mövqeydən atıram. Yox, əgər xaricindən idimsə 3 xal, yəni mənim tutaq ki 3 manatımı əlimdən aldım. 3 manatımı da qaytarmalıydı. Deməli 3 cərimə atışı verilir. Diqqətiniz üçün çox sağ olun, təşəkkür ederim.